versiya ilə davam eləyək. İkinci pərdədə Oktayın bəzənəcəyi aktyorlar bir yerə toplaşıb resenziya oxuyurlar. Resenziya tamaşadan sonra, səhnədən sonra verilən rəydir. Mazandaranski deyir ki, yavaş, yavaş da, bir il bundan qabaq Şaqqulu 4 nəfər müsəlman arvadı görmüşdü. Demək ki, artıq o hadisədən bir il keçib. Şaqqulu deyir, indi get bax, hər dəfə örtülü localarda 30-40 nəfər müsəlman xanımı olur. Deməli, inkişaf var. Mazandaranski elə cəmaat da Oktayın adı olanda görürsən çox gəlir. Deməli, Oktaya görə daha çox gəlirlər. Buna Mazandaranski deyir. Şakinski isə deyir ki, bunun antreprenyora nə dəxli? O aybaşı pulumuzu verəcək, özü bilsin. Yəni, Oktayın yaxşı oynamağına görə cəmaatın gəlməyinin antreprenyora nə dəxli var? O, onsuz da bizim pulumuzu verəcək. Oynayıb oynamasından asılı olmayaraq. Şaqqulu deyir, odur ki, Oktay razı olmur da, öz başına düzəlməmiş, burada can qoymuş. Yəni, bu səhnə elə belə yaranmayıb ki, məsələn, biz belə pul ala bilirik də. Bunu ona Oktay can qoyur, Şaqqulu Oktay müdafiə eləyir. Mazandaranski isə deyir ki, səs salmadı, ay Şakinski, bax, səni elə yazmışlar ki, deyir, elə məharət göstərdi ki, lap de də. Mazandaranski deyir ki, Şakinskiyə, səni elə yazıblar ki, elə məharət göstərdi ki, lap de də. Şaqqulu deyir ki, Robert Adelgin başın qəbirdən götürüb ona mərhaba dedi. Burada yanlışlığa yol verilib, qeyd olunub burada. Əslində, Robert Adelgin 1934-cü ildə dünyasını dəyişib. Məşhur Rus artistidir. Şakinski də deyir ki, məyər kağızlara bir belə də qiymət vermərəm. O nə anlayır? Yəni, Oktay nəzərdə tutur ki, nə anlayır? Daha doğrusu, bu resenziya yazan şəxsləri də nəzərdə tutur Şakinski. Şaqqulu deyir ki, nə oldu? Elə bir tək sən anladın. Mazandaranski deyir, yaxşı, ağzını ayırma. Hə, necə oldu? Dursun deyir, Şakinski rolunda çox zəif idi. Demək, resenziyanı Dursun oxuyur və birinci elə Şakinski haqqında oxuyur. Şakinski rolunda çox zəif imiş və deyir, axı o nə anlayır? Bilirmisən, bunlar hamısı şəxsi qərəzdir. Hər yetən gəlib mənə resenziya yazacaqdı. Baxın, mənə həcv yazır, yəni tənqidi şeir yazır, hər yoldan ötən. Bunu Vaqif dramında da Qacar deyirdi. Bu da onun kimi deyir ki, mənə hər adam gəlib, hər yetən gəlib resenziya yazacaq. O nə anlayır deyir, resenziya yazanı nəzərdə tutur və bunu qərəz hesab edir, şəxsi qərəzlilik hesab edir. Mazandaranski deyir ki, bundan sonra gərək Şakinski üçün Parisdən naşoplator, yəni o kuryer, ödənişli kuryer vasitəsilə bir resenziya gətirək. Çolaq atın kör nalbəndə olar da. Yəni, gəlib onu o, belə deyək, izah eləsin. Ona bir resenziya yazsın. Şakinski deyir ki, çox da bir şey anlasın da. Yox, nə olmuş? Nə oldu? Həmişə Oktay belə-belə, o birlər belə gəldi, biri elə getdi. Mazandaranski deyir, olmaya deyəcəksən Oktaydan da yaxşı oynayıram. O Şakinski haqqında deyir. Şaqqulu deyir, dedi. Göz görmür, üz utanmır. Şakinski deyir, çox da yaxşı oynayır. Bəs heç bir nöqsanı olmaz. Yəni, çox da yaxşı oynayır. Burada yenə kinayə ilə deyir. Əslində, onu, belə deyək, alçaldırdı. Deyir ki, yəni, elə də yaxşı oynamır. Nöqsansız ola bilməz axı. Versin mənə rol, görər. Mazandaranski deyir, yaxşı da, Şakinski, sən daha dur görək də. Və Dursun yenə davam edir. Qiblə aləm mürəxxəs olaq qulluğunuzdan əvəzinə. Mürəxxəs olmaq, yəni çax gedək qulluğunuzdan əvəzinə. Müxtəsər olaq, yəni ixtisar olaq kimi mənasız sözlərlə. Bunu Şakinski deyirmiş. Sözləri səhv deyirmiş. Şakinski deyir, ay kişi, o nə anlayır? Çox da mən sözlərimi öyrənməmişdim. Onun sözlərimlə nə işi var? O mənim hərəkətlərimə baxsın. Yəni sözlərimi səhv deyə bilərəm, amma hərəkətlərimə baxsın deyir. Və əmr özü çıxsın, oynasın, görək də. Hə. Mazandaranski deyir, ay Şakinski, hərəkətlərini də görmüşük də. Güllə qolundan dəyib bu qarnını, yəni güllə qolundan dəyib, bu da qarnını göstərir. Hərəkətləri də düz deyil sözləri kimi. Bunu Mazandaranski bildirir. Sonra deməli, Şakinski bu Şaqqulu deyir ki, yox, səni sevirəm, ürəyim, yəni bu onun ağzını əyir də, bir sözün ağzını əyir. Dediyi sözü təkrarlayır Şakinskinin səhnədə. Mazandaranski deyir, ora yox, sağ tərəfindən. Deməli, ürəyinin əvəzinə qarnını tutub basır bunu Şaqqulu deyir. Mazandaranski deyir, ora yox, sağ tərəfindən. Şaqqulu deyir, Şakinski, heç sağ tərəfdə ürək olar. Şakinski deyir ki, bəs hansı cəhənnəmdə olar, əsəbləşib artıq. Oktay hər nə dedi, siz də meymun kimi ləbbeyk deyin, yəni onun dediyini təsdiqləyin. Mazandaranski deyir, heç yox,
Mən qəsdən gedib həkimdən soruşdum. Dedi, lap sol tərəfdə. Buna görə gedib həkimdən soruşur, ürək harda yerləşir? Həkim də deyir, sol tərəfdə. Şəkinski deyir, yaxşı da, rejissor da göstərsin də. Yəni, rejissor olaraq göstərsin də. Təbii ki, burada Oktaydan söhbət gedir. Çünki artıq Tabasaranski yox, Oktay edir rejissor. Və deyir, o göstərsin də. Yenə kimsə boşluq çıxardır, yenə özünə haqq qazandırır. Şaqqul deyir, bərəkallah sənin üzünə, nankör tayfa, nankör hesab edir. İndi həftədə bir gün oynayırıq. Yazıq 5 günü sənlə keçirir. Deməli, həftədə bir gün səhnə olur, 5 gün bunlar məşq edirlər. 5 gün ərzində bu Şəkinski hələ öyrənə bilmir. Şəkinski deyir, mənə demişdi ki, ürək sol tərəfdə olur, yenə özünə haqq qazandırır. Mazandaranski deyir, çox da göstərdi ki, sənin başın yoxdur, xalq neynəsin? Yəni, sən özün düşünə bilmirsən ki, ürək harada yerləşir. Şaqqul deyir, sən onda iftar açmağa getmişdin. Deməli, Xaspolada söz atır. Xaspolad axı bir il bundan qabaq deyirdi ki, mən oruç tuturdum, iftarım var idi, ona görə gecikdim. Xaspolad bu zaman deyir ki, onda çətdin. 1000 kərəm demişəm ki, mənim başım zarafat götürmür. Mənlə zarafat eləməm. Mazandaranski deyir ki, ay Şəkinski, atam, bizimlə nə üçün vuruşursan? Biz yazmamışıq ki. Sonra, yəni desən, biz yazmamışıq ki. Şaqqul deyir, yazıq gördüyünü yazır da. Şəkinski deyir, çünki sən də keçən səfər tərifləmişdi. Deməli, Şaqqulu deyir ki, daha doğrusu Şəkinski deyir ki, səni tərifləmiş. Söhbət Şaqquldan gedir. Yəni, sən təriflədiyi üçün belə deyirsən də. Dursun yenə davam edir. Deyir, Oktay Azərbaycan səhnəsinin bu canlı idealı, Azərbaycan sənaye nəfisəsinin bu fədakar mübarizə, bu böyük sənətkarımız o qədər məharət göstərdi ki, başqalarının da nöqsanlarını unutdurub oyunun gözəl keçməsinə səbəb oldu. Yəni, əslində oyuna müsbət rəy verilib. Bunun da səbəbkarı məhz Oktaydır. Oktayın hərəkətləri, Oktayın səhnə performansı digərlərinin eyblərini ört-basdır eləməyə bəs eləyir. O qədər məharətli bir oyun göstərir. Bunu resenziya yazan qeyd eləyib. Şəkinski də deyir ki, heç bir nöqsanı yox idi. Ay kişi, o nə anlayır, deyir. Yenə resenziya yazan haqqında deyir ki, nə anlayır. Yəni, heç bir nöqsanı yox idi o. Oktayın. Şaqqul deyir, çox gözəl anlayır. Fikir vermişəm, həmişə doğru yazır. Yəni, resenziya yazanın tərəfini tutur. Bu zaman Dursun Şəkinski haqqında resenziyanın rəyi oxuyur. Hər birinin haqqında resenziya oxuduqdan sonra birinci düzdür tərifləyirlər resenziya yazanı. Sonra isə inkar edirlər bu dediklərini ki, yox, məsələn, o içkili olub, bu başqa cür olub, filan, keyfli idi, 88 yazırdı. Kimi sözlər deyirlər. Şaqqul deyir ki, həmişə fikir vermişəm, gözəl yazır. Dursun onun haqqında oxuyur ki, Şaqqulski hərəkətlərində şarjı elədiyi üçün oyunun təbiini pozurdu. Yəni, süni hərəkətlər eləyirdi. Sünilik olaraq aktyorlarda bəzən süni gülüşlər, süni hərəkətlər, adam bilir ki, yəni bu oyundur da, burada təbiilik yoxdur. Şəkinski deyir, yaxşıdır. İndi bəyəndim bu sənin haqqında yazdığımı. Şaqqul deyir, indi yazıb da, Allah deyir, Peyğəmbər deyir, sözü də. Əzbərəyi xali də budəni məktub. Şəkinski deyir, bayaqdan doğru yazırdı. Şaqqul deyir, əlbəttə, ayaqlıqda çox vaxt doğru yazır. Kim bilir, bəlkə keçən səfər keyfliymiş, deməli. Bunun haqqında yazılanı oxuyandan sonra bu deyir, bəlkə keyfliymiş keçən səfər. Mazandaranski deyir, heç yox. Keçən səfər özüm gördüm, lap ayıq idi. Mazandaranski yenə onun tərəfini saxlayır, resenziya yazan. İndi Mazandaranski haqqında oxuyana görək nə deyəcək. Dursun oxuyur ki, Mazandaranski bir rol üçün qətiyyən yaramaz. Bunları yada saxlamaq lazımdır. Baxın, Şaqqulu hərəkətlərində sünilik eləyir. Mazandaranski bu rol üçün deyil. Şəkinski isə deməli hərəkətlərində, sözlərində düzgün eləmir, danışmır. Həm hərəkətlərini, həm sözlərini səhv eləyir. Hərəkətlərində qolundan güllə dəyəndə qarınını tutur. Ürək əvəzinə qarınını və özə sağ tərəfi tutur. Sol tərəfi tutmaq əvəzinə. Sözlərində düzgün demir. Düzgün, məsələn, mürəxxəs olmaq əvəzinə müxtəsər olmaq deyir. Şaqqulunu da dedi. Şaqqulu da süni hərəkətlər edirdi. Oyunun təbiiliyini pozurdu. Mazandaranski isə bu rol üçün qətiyyən yaramır. Çünki Mazandaranski onun sözünü kəsir. Şaqqulu demişkən, bəlkə doğrudan da keyfliymiş. Şaqqulu deyir, bəs özün görmüşdün. Mazandaranski çox da, yəni
kefir olduğunu görmüşdüm. Deyirdi, çox da doğrudan da ayaqları bir qədər 88 kimi görünürdü. Mən ancaq yaxşı fikir vermədim. Qarnında deyildim ki, yəni içki içib içmədiyini bilmirdim ki, qarnında görmürdüm ki, o mənada. Dursun oxuyur yenə. Deyir, rəhim qadın rolunda kişi olduğu üçün çox kobud görünürdü. Baxın, o dövrdə qadın rollarını təbii ki, qadınlar ifa etməli idi, amma Azərbaycan qadınları nəinki teatrda, səhnədə çıxış etməli, hətta heç teatra gedə bilmirdilər. Deməli, bu kişi rolları, daha doğrusu qadın rollarında çox vaxt kişilər eləyirdilər, kişilər ifa edirdilər. Rəhim də qadın rolunda özü saqqallı idi. Yadınızdadsa, bayaq birinci hissədə mən sizə demişdim ki, orada Rəhmin saqqalından qurtulaq ifadəsi var idi, yəni saqqallı idi. Və çox kobud görünürdü. Çünki qadınlar kimi hərəkət eləmir axı. Xaspolad qurulmuş bir qramofon və yaxud tam mənası ilə bir odun parçasına oxşayırdı, deyir. Xaspoladı qramofon və odun parçasına bənzədir. Rəhmi isə bu kişi olduğu üçün qadın rolunda çox kobud görünməsini deyir resenziyaya yazan resenzent. Şahqul deyir, burun da öz qaydası ilə Xaspoladın yenə Xaspoladla zarafatlaşır, burnunla zarafatlaşırlar, burnun böyüklüyündən. Xaspolad deyir, adamın gərək zatı, əsli nəcabəti dürüst olsun və yaxşı zatı qəmbərqulu olmasın deyirdi. Mazandaranski deyir, keçəl də olmasın, yenə o da Xaspolada ilişir. Şahqul deyir, yox, 10-11 ay bundan əvvəl onda Oktay rejissor deyildi, o vaxtlar cəmiyyət xeyriyyə üçün oynayırdıq, artıq pulla oynayırlar. Mazandaranski yenə Xaspoladla zarafatlaşır, ona ilişir, deyir, iftar fəqərəsi. Fəqərə nədir? Yəni, sədəqə kimi də iftar fəqərəsi. Xaspolad da təbii ki, bundan yenə əsəbləşir. Deyir, hər kəs sizə adam deyir, onun atasına lənət, anasına lənət, ölüsünə lənət, dirisinə həmişə lənət deyir və tu deyir. Getmək istərkən Oktay və Samet bəy girir, hamısı qalxır. Tamara özü deyir ki, özü soruşur ki, məndən bir şey yazmır. Dursun deyir ki, Tamara sözlərini düz demədiyi üçün çox fəna təsir bağışlayır. Çünki rus dili də Azərbaycan sözlərini çətinliklə deyirdi. Xüsusilə başmaqlarını evin yuxarı başına çıxarması, həm də hərəkətlərində səhvlik var idi. Həm sözlərində, həm hərəkətlərində səhvlik olanlardan biri Şakinskidir, biri də Tamaradır. Tamaranın da bu başmaqlarını evin yuxarı başında çıxarması, evin içərisində çıxarması deməkdir. Evin yuxarı başı. Axı, Azərbaycan mentalitetinə uyğun olaraq qadınlar başmaqlarını, tək qadınlar yox, ümumiyyətlə kişilər də başmaqlarını içəridə soyunmurlar. Evin içərisində, evin yuxarı başında çıxarmırlar axı. Əgər Azərbaycan qızı olsaydı, o çaşsa belə həmin o başmaqlarını kənarda adəti üzrə çıxaracaqdı. Yəni, səhnədə tutaq ki, rolunu bilmir, rolunda çaşır, amma buna baxmayaraq mütləq başmaqlarını çıxaracaqdı adəti üzrə. Deməli, bunu deyəndən sonra Tamara deyir, Svinyon posli этого больше ничего, deyir, bundan sonra donuzdur, başqa da heç nə. Oktay deyir, açıqlanmayın Tamara, siz də haqlısınız. O zavallıda məsələnin ancaq əsasını tapa bilmir. Rəhimdən bir qız çıxmaz, o bir kişidir. Əslində burada Oktay Rəhimi nəzərdə tutur, Tamaranı yox. Amma Tamara ilə bilir ki, onun haqqında danışır. Rəhimdən deyir, bir qız çıxmaz, o bir kişidir. Azərbaycan səhnəsində Azərbaycan qadınlığının həyatını şəxsən keçirmiş bir Azərbaycan qızı mühitimizdən çıxmış doğma bir yavru olmadıqca deyir. Yəni, onlar deyir, məsələnin əsasını tapa bilmir. Mütləq Azərbaycan qızı olmalı. Tamara isə deyir ki, bir yol çaşıb başmaqla evə girəndə, yəni nə olur ki, çaşıb başmaqla evə girəndə? Oktay deyir, mən sizi təqsirləndirmirəm, siz bu həyata yabancısınız. Onun hamısını göstərməklə öyrənmək gücdür. Çünki bu adətdir də, bunu vərdiş halına çevrilmiş bir şeydir. Bunu ancaq göstərməklə öyrənmək çətindir. Fəqət bir Azərbaycanlı qızı o həyata alışdığı üçün başmaqları girəcək yerdə çaşarsa qapıda çıxacaqdır deyir, çıxaracaqdır deyir. Tamara deyir, pajalusta, biz bacarmırıq, gəlsin sizin Azərbaycan aktrisaları yetişdirsin, gəlib oynasınlar, bir növ buna açıq eləyir. Oktay isə deyir ki, Tamara, mən Rəhmi deyirəm, yəni səni nəzərdə tutmuram, fəqət bu sözlərə lüzum yoxdur. Siz bugün səhnəmizdəysəniz, ona görə deyil ki, talantlı bir aktrisasınız, ona görədir ki, Azərbaycanca bilirsiniz. Deməli, onu istedadda hesab eləmir və deyir ki, siz ona görə Azərbaycan səhnəsindəsiniz ki, sadəcə Azərbaycanca bilirsiniz və salam. Tamara isə
elə bilirdi ki, Oktay onun haqqında danışır. Çünki Tamara da eyni hərəkət eləmişdi, adekvat hərəkət eləmişdi. Oktay isə deyir ki, bunlara lüzum yoxdur. Onsuz da, yəni siz bizim səhnəmizə gəlmisinizsə, ona görə deyir ki, istedadlı bir insansınız, istedadlı bir aktrisasınız. Ona görə ki, sadəcə Azərbaycanca bilirsiniz. O isə deyir ki, əgər mənim istedadım yoxdursa, bizim istedadımız yoxdursa, onda gedin, istedadlı qızlar tapın. Oktay deyir, tapılacaq. Yəni ümidi var. Bugün bir qoyun sürüsü kimi təsəvvür etdiyin ayağı çarıqlı, başı qapazlı bir zavallı kütlə fil addımları ilə irəliləyir. Yəni gələcəyə inamlıdır və düşünür ki, mədəni sahədə biz irəli gedirik və özü də fil addımları ilə. Nə üçün başı qapazlı, ayağı çarıqlı? Çünki Sovet Rusiyasının, Çar Rusiyasının işğalı altında olan Azərbaycan dövləti aşağılanırdı, başı qapazlı idi, ayağı çarıqlı hesab olunurdu. Ayağı çarıqlı nə deməkdir? Yəni kəndlidir, şəhərdən, mədəniyyətdən xəbəri yoxdur o mənada. Bu isə deyir ki, sizin həmin ayağı çarıqlı bildiyiniz bir ölkə fil addımları ilə irəliləyir. Həmin bu kütlə deyir əslində burada. O bir il bundan əvvəlki deyildi deyir. Bir il ərzində nə qədər inkişaf var və yaradacaq xariqələr yaratmağa müstəiddir. Gələr bir zaman ki, sən Tamara öz gözlərinlə həmin bu səhnədə səni aradan sıxışdırıb çəkir bu zavallı ananın doğma yavrusu mənəm deyə sərt yürüşləri ilə səhnəmizi şənlədən bir Azərbaycanlı qızı görəcəksən. O gün mənim üçün bir idealdır. Yəni bu mənim üçün idealdır deyir. O mənim idealımdır, xəyallarımdır. Və bu baş verəcək. And içirəm bütün varlığımı fəda etdiyim Məkkəm, Mədinəm, bütün varlığımı fəda etdiyim hesab eləyir. Səhnəni Məkkəsi, Mədinəsi hesab eləyir. Deyir Məkkəm, Mədinəm, Tanrım qədər hətta sevdiyim bu səhnəyə ki, səhnəyə and içir. Sual düşə bilər ki, Allaha and içir, Məkkəyə, Mədinəyə and içir. Xeyr. Səhnəni Məkkəsi, Mədinəsi qədər əziz bilir özünə, tanrısı qədər əziz bilir özünə və deyir ki, bu səhnəyə ki, o günü görməmiş ölməyəcəm. Bax, Kəbə yadınızda Əsr Azərbaycanın əsərində də Almas İldırım Azərbaycanı öz könlünə Kəbə etdiyini deyirdi. Müqəddəs yerin adını çəkirdi. Burada da müqəddəs şəhərlərin adını özünə səhnəyə bənzədir və həmin bu səhnədə Azərbaycan qızı görmədən ölməyəcəyini bildirir. Xaspolad deyir Oktay, sən canın üçün bu hal mənə çox pis təsir edir. Allaha and olsun bir qızım olsa səhnəyə gətirəcəm deyir. Mazandaranski deyir iftardan qabaq yenə məzələnir ondan. Oktay deyir zəhmətimizə lüzum yoxdur, yəni ehtiyac yoxdur. Onu onsuz da mühit yetişdirəcək özü. Xalq öz təkamülünün bağrından yaradacaqdır, küllərindən doğacaq bir sözlə, öz şəklindən özü yaradacaq bunu. Həqiqətən də belə olur. Şahqulu deyir ki, Xaspolad arvada tapşır ki, oğlan da olsa, kösə olsun, heç olmasa saqqalı görünməsin. Yəni, rol olaraq oynayacaqsa, heç olmasa keçəl olsun. Daha doğrusu, kösə təkcə keçəl yox, həm də kösə saqqalsız insana deyilir. Heç olmasa saqqalı görünməsin. Xaspolad deyir, tüfü sizin üzünüzə. Oktay deyir, yaxşı özünüz hazırlaşınız. Xaspolad deyir, görmürsən Oktay, keçən qış bir söz demişəm, hələ çevir tatı vur tatı. Vallahi indi heç oruçluqda da oruç tutmuram. Yəni, bu Mazandaranski deyir, iftardan qabaq. O qədər bunun oruç tutub geçməklə lağlağı eləyirlər ki, o deyir ki, artıq mən heç oruç da tutmuram. Keçən il baş verən bir şeydir və çevir tatı vur tatı, hey onu deyirlər. Hey bundan zarafat eləyirlər, ilişirlər ona. Və daha sonra, deməli, Oktay deyir, yaxşı, özünüz hazırlaşınız. Xaspolad bunu deyir, sonra da Şəkinski gəlir, deyir, Oktay, Əsgər bəy gördüm. Oktay da deyir, getər Şəkinski. Biz antreprenyor çalğısı ilə oynamırıq. Bu Şəkinski də demək olar ki, antreprenyoru tutur. Deyir ki, həmin onu gördüm, Əsgəri. Əsgər antreprenyordur və pul istəyir. Pul istəyənlər deyir, gedə bilərlər. Antreprenyor bilirsiniz nə mənada işlənir? Menecerdə, incəsənətdə çalışan, prodüser, menecer kimi bir şeydir. Yəni o dövrdə işlənən bir ifadədir. O da deyir ki, biz onun çalğısı ilə oynamırıq. Prodüserin yəni. Pul istəyənlər gedə bilərlər.
Şakinski də deyir ki, axı kassada nəzərə alınmalı cəmaət və Mazandaranski deyir, orası yalandır. Bununla onsuz da sapqın xalqımızın düşüncəsini, zehnini daha da saptıracaq, yanlış bir yola salacaqsınız. Mən buna yol vermərəm. Xalqa sənətin nə olduğunu bütün çılpaqlığı, bütün gözəyi ilə göstərməli, anlatmalıdır. O kör deyil, görər, anlar. Şakinski də deyir, o da doğrudur. İndi cəmaata get bax, 40 nəfər arvad var. Oqtay deyir, bu qədər zəhmətlə düzəltdiyimiz səhnəni oyunbazxanaya çevirə bilmərik. Yəni pul üçün ancaq oynaya bilmərik. Və o özü sənət dəllalı hesab etmir. Dəllal, yəni puldan ötürü hər şey eləyənlər. Sənət dəllalı deyir, ola bilmərəm. Bir məqsəd, bir dilək adına deyir, çalışırıq. Acından ölsək də ölümüzü buradan aparmalıdırlar. Şaqqul deyir, əlbəttə. Şakinski isə razılaşmır, deyir, özünüz bilin və gedirlər. Oqtay Sevərin başında arayır. Yəni, bacısı Sevərin. Yenə Səməd gəlir. Səməd deyir, Oqtay, sən bir şeydə yanılırsan. Pulsuz heç bir məqsədə varmaq olmaz. Oqtay deyir, mənim pulum, mənim qolumdur, mənim gücüm, zəhmətim, səmimiyyətimdir. Yəni, Oqtay pulu mənasız hesab edir və pul əvəzinə qolunu, gücünü, zəhmətini irəli sürür ki, mənim pulum bunlardır. Səməd deyir, yanılırsan Oqtay. Pulsuz peyğəmbər ol, yenə sözlərinin qiyməti olmaz. Yəni, pullu insana ancaq dəyər verirlər. Nə qədər yaxşı insan olsan da. Oqtay deyir, mən sözlərimi altın əlavəsi ilə satmaqdansa lal olmaq istərdim. Yəni, mən sözlərimi qızla satmaqdansa lal qalmağı tərcih eləyirəm. Səməd deyir, Oqtay, bir il bundan əvvəl yazıq ananın dərd və qüssədən çatlayıb bağrı öldü. Bu zavallı çocuğa da lazımınca baxılmazsa. Deməli, Səməd gəlib bundan xəbərdarlıq eləyəndən sonra əslində o qadın ölmüşdü artıq. Yəni, Oqtayın anası ölmüşdü. Bir il bundan qabaq ölmüşdü. Oqtay deyir ki, gündə 2 saat dərs deyirəm, onun həyatı təmin edilir. Mənə də pul ancaq bu qədər gərəkdir. Yəni, özünə çox pulu rəva görmür. Deyir elə, ancaq Sevərə lazım olacaq qədər mən pul qazanıram da, ehtiyac yoxdur. Pula. Səməd deyir, orası doğrudur, ancaq xəstə çocuğu soyuqda özünlə götürübsən. Oqtay deyir, eybi yox, qoy indidən alışsın, mənim bu kiçik bacım böyük bir aktrisa olacaq. Deməli, məşqləri onu da aparır bu Oqtay. Deyir, halbuki bir qadın tutardın, həm sənə mane olmazdı, həm də o sabah hərə gedəcək bunun üçün. Yəni, Səməd nə üçün həm də Sevəri özündən aparır? Sevərə baxan yoxdur, axı, anası ölüb. Həm də onun üçün aparır, tək aktrisa eləmək məqsədi ilə yox. Bu da deyir ki, gərək bir qadın tutardın, yəni bir baxıcı tutardın. Heç olmasa o baxardı da, həm də bu sabah hərə gedəcək. Onun üçün Oqtay deyir, pula lüzum yoxdur deyir. Yəni bunun üçün pula ehtiyac var demək istəyir, amma sözünün yarımçıq kəsir Oqtay. Deyir, onun üçün lüzum yoxdur pula. Sevər sevilərsə gedə bilər. Hə, indi ged oyna. Və Sevər gedir. Səməd deyir, həm də özün evlənəcəksinsə, cəmaat onsuz da oyunbaz kimi baxır. Bir də pulsuz hansı qapdan girə bilərsən. Yəni sənin də ehtiyacın var da pula. Məsələn, sən qız istəməyə gedəcəksən, hansısa bir qapıya necə girəcəksən? Pulsuz insana kim qız verər? Oqtay deyir, baxsın, mən öz fikrimi əfkar ümumiyyə qorxusundan, gizlədən qorxaqlardan deyiləm. Əfkar ümumiyyə nə deməkdir? Yəni cəmaatın düşüncəsi, cəmaat nə deyər? Bir sözlə, onun qorxusundan, gizlədən qorxaqlardan deyiləm deyir mən öz fikrimi. Qoy məni bəyənməsinlər, qız verməsinlər, fəqət mən belə düşünürəm, belə edəcəm. Səməd deyir, halbuki sevdiyin qız. Bu zaman Oqtay artıq axar sular durulur. Axan sular, necə deyirlər ona? Axan sular dayanır, çünki sevdiyin qız ifadəsi işlədir. O da deyir ki, of Səməd bəy, Allah eşqinə sus. Mən dünyada qarşısında eləcəyim, mənliyimi sarsacaq bir qüvvət təsəvvür etmirdim. Mən bir yumruğumla bütün kainatı alt üst edəcəyimi düşünürdüm mübaliğədən istifadə edib. Fəqət indi isə hiss edirəm, elə bir qüvvət var ki, mən ona qarşı gücsüzəm. Aha, bu sevgi hissləridir. Səməd deyir, sanki mən sustum. Yəni, güya mən sustum. Mən sussam nə olacaq? Deyir, yox, söyləyim. Bu xüsusda söyləyənləri də adətən sevirəm. Səməd deyir, mən eşitdiyimi sonra deyəcəm. Fəqət bu da pulsuz mümkündürmü bir qızı almaq üçün? Yəni, sən eşitdiyimi sonra deyəcəm, amma bir qızı pulsuz almaq mümkündürmü? Oqtay deyir, bəli, onu almaq. Səməd bəy, mən daha burasını düşünmədim. Mən sevirəm, nə üçün özüm də bilmirəm. Yəni, onunla evlənmək, onu almaq da barədə düşünməmişəm. Amma mən sevirəm, özüm də bilmirəm nə üçün. Səməd deyir, insan əvvəlləri düşünməz. Oqtay deyir, əvvəlləri mən onu ideal kimi bəslədiyim həyatın bir modeli kimi görür və elə bilirdim ki, o bütün bir xalqdır. Söhbət Firəngizdən gedir, xalq kimi görür onu. Deyir ki, mən
ideal kimi bəslədiyim həyatın bir modeli kimi görür və elə bilirdim ki, o bütün bir xalqdır. Fəqət sonralar onun məsumluğu, sadəliyi, pak həyatı, yox, heç bir zaman öz eşqimi ona söyləmərəm. Söylərdim, fəqət başqa bir qız olmadığı üçün çarəsizlikdən onu sevdiyimi düşünəcəklər. Yəni Firəngiz onu sevdiyi üçün düşünür ki, mən çarəsiz, yəni xalq düşünəcək ki, mən çarəsizlikdən onu sevmişəm. Firəngiz onu qarşılıqlı sevdiyi üçün də. Mənim pulum, söyləyə bilmirəm, fəqət mən onu xoşbəxt yaşada bilərdim deyir. Deməli, Oqtay deyir ki, mən onu əvvəlcə xalq kimi bilirdim, amma sonra gördüm ki, o məsumdur, safdır, sadədir, sadə həyatı var. Deməli, xalqın həyatı ilə Firəngizin həyatı qarşı-qarşıya qoyulur və görür ki, saf olan həyat, məsum olan həyat Firəngizin həyatı seçilir Oqtaya görə. Oqtay düşünür ki, o safdır, deməli, xalq saf deyil. Belə çıxır onda sözündən. Və deyir ki, başqa, yəni düşünəcəklər ki, mən çarəsizlikdən ancaq onu sevirəm. Amma deyir, mənim pulum, söyləyə bilmirəm, fəqət mən onu xoşbəxt yaşada bilərdim. Səməd deyir, sevilsən də pulsuz bir adama qız verməzlər, o hissəsini demir artıq. Oqtay deyir, yox. O məsum bir çocuqdur, o pul düşkünü deyil. Siz onu görmüş olsaydınız, əvvəllər milli səhnə deyə bir ayı kimi çalışırdım, fəqət indi hər şeydə o, çalışırkən yoran, yorulurkən qüvvətləndirən, gülürkən ağladan, ağlayırkən güldürən həm o, onun ümidi, onun xəyalı. Bəzən bir şey söyləmək istəyir, görürəm ki, utanır, mən də onu saptırıram. Deməli, Firəngiz ona sevdiyini söyləmək istəyir, amma Oqtay bunu qəsdən sözü başqa yerə aparır və sözü başqa yerə çəkir. Bundan sonra da çox vaxt zavallı deyir, səbəbsiz ağlayıb gedir. Yəni Firəngiz səbəbsiz yerə ağlayıb gedir, sözünü deyə bilmir, ürəyində qalır. Fəqət mən də deyir ağlayıram. Səməd deyir, Oqtay, sən onu məndən gizlədirsən. Fəqət mən bilirəm. Bu gün buraya gəldiyimdə bu məsələ üçündür. Bu günlərdə Danyar bəy Firəngiz üçün elçi göndərmək istəyir. Onu burada görmüş, Aslan bəyə söyləmiş, o da acıqlanmış idi. Deyir, onlar varlı, şöhrətli, böyük adamlardır. Baxın, Firəngizi burada görmüş deyərkən teatrda görmüş nəzərdə tutur. Kim görmüşdü? Teatrda. Deməli, Danyar bəy. Danyar bəy Firəngizi teatrda görür. Aslan bəyə söylüyor. O da acıqlanır. Aslan bəy acıqlanır. Onlar varlı, şöhrətli, böyük adamlardır. Sən onlara rəqib ola bilməzsən. O bir cür adamdır deyir, özünü gözlə. Söhbət Danyardan gedir. Oqtay deyir, onun qardaşı ziyalıdır, fəqət kim bilir, nəhayət mən onu anladaram ki, burada söhbət Firəngizin qardaşından, yəni Aslan bəydən gedir, təhsillidir deyir də, fəqət kim bilir, nəhayət mən onu anladaram ki, mənim heç bir şeyim yoxsa, pak bir eşqim, sevici bir ürəyim, sevici ürəyim deyir, istəkli bir ürəyim, mən burasını heç düşünməmişdim deyir. Dursun gəlir bu zaman, deyir, yəni Oqtay deyir ki, mən onun qardaşına başa salaram, deyərəm ki, heç bir şeyim yoxdursa da belə, amma sevgim var da, eşqim var. Param yox, amma aşkım var deyir. Dursun deyir, sizi arayırlar və qalxırlar gedərkən qəsdən çağırdım deyir. Firəngiz və Nadia gəlirlər. Deyir, sizi arayırlar, qəsdən çağırdım. Nadia deyir ki, o cansız bir kağızda bilirsənmi, siz danışmağın yolunu bilmirsiniz. Firəngiz deyir, Nadia, utanıram. Axı, nə cür deyim ki, söyləyə bilmirəm. Həm də o tez sözü dəyişir. Bu qədər incə, bu qədər həssas adam məni anlamırmı deyir. Yəni, Oqtay haqqında düşünür ki, Oqtayın o bayaq dediyi məsələyi sözü saptırıram deyir. Bu da həmin o eyni şey deyir Firəngiz ki, mən ona söyləyə bilmirəm, utanıram. Həm də o deyir, sözü dəyişdirir. Axı deyir, bu incə, həssas qəlbli insan məni anlamırmı? Nadia deyir, o bir aktyordur. Firəngiz deyir, Nadia, mən həmişə sən deyən kimi yadımda saxlayıram ki, aktyorlara ancaq səhnədə baxmalı, onları həyatda görməməlidir. Yəni deyir ki, əvvəllər mən onu ancaq səhnədə baxmalı, onu həyatda, yəni aktyor kimi bəyənirdim. Əvvəllər onu oyunları üçün bəyənir, onunla sizə qarşı fəxr edirdim. Yəni evdə deyir deyə Oqtayın adını. Fəqət sonralar onu həyatda da təsadüf etdim deyir. Yəni onu həyatda da görür. Bilmirəm, onun gözlərində anlaşılmaz bir qüvvət, simasında, sözlərində, rəftarında yox. O həyatda da gözəldir. Yəni tək aktyor olaraq deyil,
real insan olaraq da gözəl insandır. Nadia deyir ki, fəqət sənin atan, qardaşın yada salır bir sözlə. Fərəngiz deyir, bilmirəm, könlüm məni zorluyur. Mən onunla xoşbəxt ola bilərdim. Bax, eyni şeyi Oktay da deyir ki, mən onu xoşbəxt edə bilərdim. Bilirmisən, mənim atam Nadia özümü öldürəcəm deyir. Və Oktay səhnə arxasından bitirincə mənə söylərsən deyir. Nadia gəlir, hər halda mən gedirəm deyir. Aslan bəyə görükmərəm, gözləyirəm və gedir. Oktay gəlir. Deməli, Oktayla Fərəngiz baş-başa qalır. Fərəngiz deyir ki, bu paltar sizə o qədər yaraşır ki, Oktay. Oktay deyir, çünki mən bunları geyəndə Oktay olmuram. Yəni, ona görə yaraşır da, mən bunu geyinəndə Oktay olmuram. Fərəngiz deyir, heç unutmuram. Bir il bundan əvvəl 2 dəfə sizi bu paltarda görmüşəm. Oktay, sizin sevdiyiniz olub, Amalia rolunda çıxmağı nə qədər arzu edərdim. Məni də alqışlardılar. Fəqət atam, heç qardaşım da razı olmaz. Mən Amalia'nın ölümünü çox sevirəm. İnsanın günahsız olaraq öz sevgilisi tərəfindən öldürülməsi. Eyni şey onsuz da həyatda da Fəрэngizin başına gələcək. Amma Fərəngiz günahsız idimi, onu artıq deyə bilmərik. Oktay deyir ki, mən sizə heç bir zaman belə qaranlıq taleyi arzu etməzdim. Arzu etmir, amma yaşadır. Fərəngiz, sözləri də su kimi əzbərləmişəm. Atam, vallah mümkün olsaydı bu saat çıxıb oynardım. Yəni, atam icazə versə, ata çox qatı dindar idi. Oktay deyir, Fərəngiz, mən bilirəm ki, sən heç bir zaman aktrisa olmayacaqsan. Yəni, bu ona bir sanki şərt kimi qoyulur ki, sən heç bir zaman aktrisa olmayacaqsan. Çünki özü istəmirdi Oktayın Fəрэngizin aktrisa olmağını. Fərəngiz deyir, siz mənə söz vermişdiniz ki, o bıçaqla Amalia'nı öldürdüyünüz yeri də mənə öyrədəcəksiniz. Oktay deyir, Fərəngiz, get yavrum, sən bu süni həyata alışma. Mən qurbanlara möhtac bu gözəllik məbədinə. Baxın, səhnəni həm də nə hesab eləyir? Gözəllik məbədi. Məkkəsi, Mədinəsi qədər sevdiyi, 4 divar arasına alınmış süslü həyat. Bax, bunların hamısını Oktay adlandırır səhnə üçün. Deyir, qurbanlara möhtac bu gözəllik məbədinə öz bacımı verərdim, fəqət sən gəlmə. Bu demək deyil ki, o bacısını sevmirdi. Sadəcə olaraq bacısını alışdırmışdı bu həyata. Bacısı onsuz da bu həyatı yaxşı bilirdi. Süni həyatı, təbii həyatı gözəl bilirdi. Amma Fərəngiz saf idi, məsum idi. O belə həyata öyrəşməmişdi. Deyirsən, deyir, gəlmə, öyrənmə. Buraya gələnlər zəhərli gülüşləri, acı töhmətləri, böhtanları qəbul etməli. Əfkar-ümumiyyəni, hər bir şeyi ayaqlar altına tapdalamalı. Yəni, cəmaatın düşüncəsini, mentaliteti, hər şeyi tapdalamalı. Təhqirlərə, böhtanlara, töhmətlərə məruz qalmağı, bullyingə bir sözlə məruz qalmağı qəbul etməlidir. Pərvanələr kimi deyir özünü bu sənət atəşgahın alovlu bağrına atmalıdır. Yəni, özünü fəda eləməyi bacarmalıdır. Fəqət sən burada gözlədiyin həyatı görə bilməyəcəksən. Gördüyün bu gözəl paltarlar, parlaq cəvahirat, sevimli adamlar, hamısı boyalı, hamısı sünidir. Orada padşahlıq edər, fərmanlar verər, altınlar paylarlar. Çıxınca bir parça çörək yararda tapmazlar. Yəni, tam həyatları süni həyatla, öz həyatları süni həyatla, yəni səhnə həyatı ilə ziddiyyət təşkil eləyir. Səhnədə altın payladığı halda real həyatda çörək dilənir. Bir parça çörək axtarır, amma tapmır. Sən bu həyatın görünüşlərinə aldanma. O bir həqiqət deyil, elə görünür. O bir oyuncaqdır, deyir. Fərəngiz deyir, sanki siz 5 dəqiqə zəhmətinizi, Fərəngiz onu anlamır. Bax, gördüyünüz kimi. Yenə də öz dediyinin üstündə tərsliyini salıb deyir ki, siz 5 dəqiqə zəhmətinizi məndən əsirgəyirsiniz. Oktay deyir, Fərəngiz, inan ki, gedin, bundan sonra heç bir zaman pərdə arxasına keçməyin. Mən heç bir şeydən qorxmuram, çəkinmirəm. Fəqət sizin buraya gəlməniz adınızı ləkələndirə bilər. Baxın, onun yerinə narahat olur. Deyir, sizin buraya gəlməyiniz adınızı ləkələndirə bilər. Gedin. Bundan sonra mən heç bir zaman sizlə görüşməyəcəm. Və sükut olur. Fərəngiz deyir, nə üçün ağlayırsan? Deməli, burada ağlayırdı Oktay. Deyir, nə üçün ağlayırsan? Fərəngiz deyir, mən utanıram. Siz məni anlamırsınız. Mənim könlüm alın. Kitabdan bir kağız verir. Bir daha gəlmərəm. Ancaq Oktay deyir, Fərəngiz, yavrum, aldanırsan. Sən məni deyil, Şillerin idealını, Şəmsəddin Sami bəy. Baxın, Gavə piyesi Şəmsəddin Samiyə aiddir. Şəmsəddin Sami bəyin mini yavrusu Pərvizi sevmişsən. Allah ki, mən bir aktyoram, sən böyük, zəngin bir evdənsən, mən yoxsulam. Sən layiq olduğun elə parlaq, firavan bir həyatı mən yarada bilmərəm.
Sən mənimlə göz yaşlarından başqa bir şey tapa bilməyəcəksən. Baxın, necə varsa reallığı olduğu kimi Oktay ona bildirir. Yəni artıq bilir ki, Firəngiz onu sevir. Yəni deyir ki, mən başa düşürəm də səni, anlayıram səni. Oktay Firəngizi anladığını sübut eləyir yəni şəkildə. Amma Firəngiz onu anlaya bilmir yenə. Deyir, bilirəm. Yəni bilirəm, Firəngiz də qəbul edir ki, sənlə məsələn bunları görə bilməyəcəm də, bu zəngin evi filan, yəni fakirlik içərisində, yoxsulluq içərisində yaşayacağını bilir əslində. Oktay deyir, sizi gözləyən acı iztirabları, müthiş ehtiyacları, yoxsulluğu, göz yaşlarını təsəvvür etmirsiniz. Firəngiz deyir, hamısını bilirəm, mən həftələrlə ac otururam deyir, həftələrlə ac otururam deyir. Oktay, axı Firəngiz, sən qardaşın, of, sevirəm səni, ey şərqin Allah ürəkli yavrusu deyir. Baxın, artıq təslim olur Oktay ona. Deyir ki, sevirəm səni, ey şərqin Allah ürəkli yavrusu. Sevirəm, gəl görək Talih nə söyləyəcəkdir. Sözləri bitmiş kimi sükut olur və Firəngiz deyir, siz söz vermişdiniz. Bircə son pərdəsi qalıb, pərdədən yapışıb durub, o birlərini öyrənmişəm deyir. Oktay deyir, yaxşı, qocadan ayrıldın, sərt və qəti bir səslə yanaşdı. Söyləyin, Firəngiz deyir, sən qatilsən, şeytansan, hər nəsə mən özümü ağuşuna atıram. Baxın, bu artıq səhnədədir, səhnə sözləridir dedikləri. Oktay deyir, ayırın bunu məndən, filan atdı, dur dəymədi, Karlın sevdiyi öz əlində ölməlidir. Belə bıçağı Firəngizə yeridir, Firəngiz qorxur, həqiqətən qorxur. Deyir, oy, qorxdum, axı nə cür olur ki, bıçaq düz gəlir, amma batmır. Oktay deyir, bax belə gəlir, sonra əyilib bıçağın dəstəsi sizə toxunur, süni bir ölüm. Öyrəndinmi? Firəngiz deyir, hamısını öyrəndim. İndicə gedib evdə mən də Nadiyanı belə öldürəcəm. Oktay, siz məni belə doğrudan öldürərsinizmi? Baxın, belə bir sual verir və dursun gəlir Oktay. Karl von Moor, Nadia gəlir. Nadia deyir, Firəngiz gəl, Aslan bəy səni axtarır. Oktay deyir, o bilməsin ki, Firəngiz burada idi və gəl. Oktaya deyir bunu da. Və Aslan girir, Firəngiz qorxur. Aslan deyir, sən belə alçaq yerlərə. Oktay deyir, Aslan bəy, unutmayın ki, deməli sözünü kəsib qapını bərk çırpıb gedir. Firəngiz də tələsik yönəlir. Aslan da təqib edərkən bununla pərdə salınır. İkinci pərdə belə yekunlaşır.